Əziz dostlar, hər vaxtınız xeyir olsun. 22 aprel 2025-ci il Türkiyənin ən qədimi şəhərlərindən biri olan Diyarbakır şəhərindən sizi salamlayıram. Bəli, bizim növbəti dayanacağımız Diyarbakır oldu. Hal-hazırda mən Diyarbakırda gördüyünüz qala divarlarının arxasındayam. Bu qala divarları surlar adlanır. Və qala içi də var. Birazdan içəri daxil olacağıq. Qala içində həyat qaynayır, qarışır. Çoxlu restoranlar, kafelər, mağazalar, otellər var. Və qalanın çölündə də əlbəttə ki Diyarbakır şəhəridir. Diyarbakırın əhalisi 2 milyondan çoxdur. Güney-şərq Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfadan sonra ikinci böyük şəhərdir. Əhalisi hardasa 2 milyondan çoxdur. 2 milyondan çox əhalisi var. Belə qala divarlarında qapılar var. Baxın, hər qapıdan keçmək olar içəri. İndi biz də buradan daxil olacağıq. Deməli, bu surlar çox tarixi bir surlardır. Bəli, bu surlar çox tarixi bir surlardır. Nəinki Diyarbakır üçün, bütün Türkiyə üçün önəmlidir. Çünki Böyük Çin səddindən sonra dünyada inşa edilmiş ən böyük, ən uzun, ən geniş müdafiə sistemidir, müdafiə qalasıdır. Uzunluğu 5,5 kilometrdir. Təsəvvür edin, dünyada ikinci ən uzun müdafiə qalasıdır. O da Diyarbakırda yerləşir. Qalanın ətrafında insanlar əyləşirlər, piknik edirlər yaşıl çəmənlikdə. Hava biraz tutqundur bugün. Saat hardasa 12 işləyib. Diyarbakırın 17 ilçəsi var. Onun ən böyüyü Bismil ilçəsi adlanır. Bu ərazi isə qalanın içi Sur ilçəsidir. İndi birazdan qalanın içinə daxil olacağıq, baxacağıq. Diyarbakırda çoxlu məscidlər, qədimi, tarixi, kilsələr və s. mövcuddur. Əhalisinin 85% kürdlərdən ibarətdir. Ona görə kürd dili əsasən üstünlük təşkil edir gündəlik istifadədə. Deyilənə görə şəhərin 13 min illik tarixi var. Bu surlar isə Roma imperatorunun vaxtında inşa olunub. Hardasa 349-cu ildə. Rəngi qaradır. Görün neçə əsr keçib üstündən. Daşlar bu vəziyyətdədir. Çox gözəl, maraqlı şəhərdir. Yolunuz Türkiyənin cənubuna düşsə, mütləq Diyarbakırdan yan keçməyin. İnsanları mehriban, gülərüz, yardımsevər və qonaqpərvərdir. Bütün Türkiyənin şəhərlərində olduğu kimi. Burada belə bir çaycı var. Çay, kofe alıb qala divarlarının dibində bax belə əyləşə bilərsiniz. Mini stollarda, stol və stullarda əyləşib çay içə bilərsiniz. Biz artıq bu hissədən daxil oluruq iç kaleyə, surların iç hissəsinə. Və burada nə var, nə yox baxacağıq. Önümüzə belə bir bazar çıxır. Bazarın içi ilə keçib şəhərin ən maraqlı yerlərindən birinə daxil ola bilərik. Bəli, əziz dostlar, biz artıq surların iç tərəfində, iç kaleyə daxil olduq. Baxın, bura necə hərəkətli bir yerdir. Üzü bu tərəfə doğru, yəni bura ancaq alışverişin, Diyarbakırın ən gür yeridir, alışverişin ən çox insanların olduğu yerdir. Baxın, orada otellər var, restoranlar, kafelər, eczanə, yəni burada hər şey mövcuddur. İndi bu küçədə gəzərək olanları sizə təqdim edəcəm. Bura isə dayanacaqdır. Görünür burada nəqliyyat da var, daxili nəqliyyat.
Diyarbakır içində. Burada hərəkət etmək mümkündür. Avtobuslar, taksilər, hər şey var. Louis Otel qarşıda. Bizim otel də iləridədir. Mitra Otel. Ayrıca videomuz var. Baxa bilərsiniz. Burası isə böyük bir baharat mağazasıdır. Diyarbakır çox müasir şəhərdir. Gənclər olsun, insanlar olsun, geyimləri, keçimləri, hər şey çox zövqlə, qəşəng. Yəni bəzi adamlar düşünə bilər ki, bura biraz fərqli ola bilər, amma tam əksinə Türkiyənin bütün şəhərlərində olduğu kimi hər şey çox sivil, müasir qaydada. Burada da bir tarixi abidə var. İndi soruşarıq nədir bura. Hündür mərtəbəli binalar çoxdur Diyarbakırda. Bəli, indi öyrəndim. Burada Nəbi Cami adlanır. Nəbi Məscid. Onun ərazisidir. Bu da bir əski yapılıdır. Tarixi bir camidir. Burada isə böyük otellər, Park Vadi Otel, o tərəfdə Demir Otel və s. Bir çox otellər var burada. Qarşıda tarixi yerlər, Ulu Cami, dörd ayaqlı minarə və s. hamısı bu ərazidə yerləşir. Diyarbakırın gəzməli, görməli yerləri. Ciyər, kebab bidə. Diyarbakırda ciyər çox məşhurdur. Bizim otelin önündə ciyərcilər sokağıdır. Burada da çox yerdə ciyər restoranları var. Cənub hissədə ümumiyyətcə ciyər adətdir. Səhərlər saat 9-a qədər, 6-dan, 5-dən 9-a qədər insanlar ciyər yeməyi xoşlayırlar kahvaltıda. Və bunun üçün də ayrı restoranlar, ciyərcilər var. Hansı ki, çox populyar olublar. Turistlər də çox gəlir bu şəhərə. 13.000 illik tarixi olan şəhərdir. Biz indi bir gün qalacağıq. Əlbəttə bir günə yəni çox şey görmək olmaz. 10%, 20% nəsə görmək olur, amma 13.000 illik yaşı olan bir şəhərdə düşünün nələr görmək olar. Burada bankların olduğu binadır. Türkiye İş Bankası, Halkbank. Bu da Ramazan Usta Ciyərci və bizim otel də oradaydı. Mitra Otel. Çox gözəl, səliqəli bir yerdir. Yapı Kredi Bank. Sende çekim panosu yok. Böyle avanta çekme olur. Belə əziz dostlar, hər yerdə mağazalar, kafelər və çox insan var. Bu adi günlərdən biridir. Bugün istirahət günü deyil, bazar günü deyil. Bura hər gün belə olur. İnsan çox olur, hərəkətli, alış-veriş, ticarət. Garanti Bankın önündən keçdik və qarşıya mərkəzə tərəf gedirik. Məndən sol tərəfdə Hasan Paşa Hanı yerləşir. Baxın, böyük tarixi bir bina. Hasan Paşa Hanı. Bunda içərisinə daxil olmaq olar. Orada xan qapısı yazılıb. Baxın, xanların içi çox gözəl olur. Restoranlar olur içində. Buradan görəm qızıl mağazası filan.
Və gəldik, çıxdıq. Növbəti bir tarixi binanın önünə. Bunun da indi adını soruşaq. Bəli əziz dostlar, bura Ulu Camidir. Ən əski camilərdən, məscidlərdən biri. Böyük bir camidir. Diyarbakırın tam mərkəzində yerləşir. Buradan görsənir, içərisi çox böyükdür. Burada da belə bir maraqlı kafelər var. Və Kuyumculuk çarşısı. Burada isə Kuyumcular çarşısı. Abi bu ne böyle? Kenger abi kenger. Merhaba abi. Burada da əziz dostlar bir çox yerdə kəngəl satırlar. Bizim oteldə də gördüm pəncərədən. Abi bundan yemek mi pişiriyor? Kəngəl adlanır. Bəli. Yəqin ki çox faydalı bir bitki növüdür ki, hər yerdə satılır. Əlbəttə Diyarbəkirdə surların kənarında böyük binalar, AVM'lər də var. Yəni şəhər 2 milyona yaxın əhaliyə malikdir, əhalisi var. Böyük şəhərdir. 17 ilçəsi var. Ona görə buraları gəlib gəzməyə dəyər. Burada qapalı hissədir, bazarın qapalı hissəsi. Karşıda böyük bir otel var, Green Park. Belə əziz dostlar, qısa olaraq Diyarbəkirdə, kale içində bir video gösterdim sizə, çəkdim sizə. Burada da Turgut Özal yeraltı çarşısıdır. Əlbəttə şəhər böyükdür. Hamımızı Türkiyəyə dəvət edirik. Mən isə videomu yekunlaşdırıram. Gələn videolarda görüşənədək sağ olun, var olun.